Bismillahirrahmanirrahim. Elhamdülillah, salatu və selamu alə Rasulillah, əmmə bə'd. Salamlayıram hər birimizi Allahın salamı ilə. Allah həmd olsun ki, Allah Teala bizi müvəffəq eləyib gözəl günləri yaşamağı. Və biz buna görə Allah Teala'ya şükür edirik. Allah Teala'ya həmd olsun ki, müvəffəq eləyib bizə oruç tutmağa. Və yetər ki, sən xeyir içərində, xeyrin içində olmağı bilməyin, bir cəmiyyətə düzgün baxsan, görərsən ki, sən xeyir içindesin. Görsən, Ramazanda iftar yiyənlər var. Görsən, sigaret çəkirlər. Bəziləri içki məclislərində oturur. Bəziləri heç fikir vermir, bilmir Ramazan ayı. Gedirsən, məsələn, deyir ki, çay verim, yemək verim. Bilmir, dünyadan xəbəri yoxdur. Lakin sən, əlhəmdülillah, bilirsən. Bilirsən, Allah Teala qadağa qoyub, Allah Teala əmr eləyib, Allah Teala icazə verib. Yəni, bu böyük neymətdir. Bunu bilmək böyük neymətdir. Bəli, bizə adi gəlir. Bizə adi gəlir. Biz, məsələn, bəzi qədər indi danışırıq, bəlkə də kimlərsə buna adi baxır. Amma bəzən elə hadisələrlə rastlaşırsan ki, deyirsən, görəsən, yəni Allah sənə nə qədər böyük neymət verir. Yəni, adam ümumiyyətlə bu ayı hiss eləmir. Fərqində deyil. Yəni. Onun üçün fərqi yoxdur. Dekabrdır, fərqi yoxdur. Yanvardır, apreldir. Aydındır, fərqi yoxdur. Onun üçün şavvaldır, fərqi yoxdur. Onun üçün rəcəbdir, ayıdır. Yoxsa zilhiccədir, zilqadədir. Fərqi yoxdur. Və Ramazandır, bilmir. Yəni, hamısının eyni keçirir. Təbii ki, bu qəflətin özüdür. Bu qəflətin özüdür. Və sən, əlhəmdülillah, qəflətdə deyilsən. Qafil deyilsən. Bu böyük neymət. Bunu başa düşmək lazımdır. Bilmək lazımdır ki, biz qafil deyilik. Yenə deyirəm, cəmiyyətə biraz baxsan özün görəcəksən hər şey. Təbii ki, bu deməkdir ki, Allah Teala diqqət edir bizə. Bizi seçib. Başqalarından ayırıb bizi. Nəyəsə görə. Allah bilir kiminsə hansı əməlinə görə, hansı yaxşılığına görə, hansı xeyirxahlığına görə, qəlbindən nəsə Allah Teala xeyir görüb ki, onu yönəldib. Çünki sahabələr gəlib Peyğəmbər sallallahu aleyhi ve sellemə soruşurdular ki, ya Rasulullah, bəs biz cahil olmuşuq, cahiliyə dövrü yaşamışıq. Yaxşı, hidayət olduq, Allah bizi bağışladı. Bəs yaxşılıqlar da eləmişdi yaxı bir cahil vaxtı. Onlar necə oldu? Onlar hara getdi? Peyğəmbər sallallahu aleyhi ve sellem onlara cavab verdi, nə demişdi? Demişdi ki, Allah hələ o yaxşılıqlara görə sizə hidayət verir. Yəni, görsənir ki, Allah Teala xeyir görüb bizdə. Ona görə Allah Teala buyurur ki, وَلَوْ عَلِمَ اللّٰهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعُهُ. Əgər Allah onlarda xeyir görsəydi, onlara eşitdirərdi. Yəni, Allah Teala xeyir görsəydi, onlara eşitdirərdi. Yəni, o mənada yoxsa onların qulaqları kardır. Yəni, o mənada ki, onlar başa düşərdi. Belə eşidirlər. Eşidirlər, amma başa düşmürlər. Aydındır, başa düşmürlər və görsən, elə adətləri icra eləməklə Ramazanı pozurlar ki, ümumiyyətlə əməlin İslamla əlaqəsi yoxdur. Bir də adam elə bilir ki, yaxşı əməl edir. Məsəl üçün, görürsən, Ramazan ayında, məsələn, bu qara bayramlar var indi. Qara bayramdır, çağırır evə, yeməyi pişirir. Orucluqdur. Bu elə başa düşür ki, yaxşı iş görür. Əslində günah qazanır. Yəni, görün, və sən qıraqdan bu mənzərəni izləyirsən, o elə canfəşanlıqla eləyir ki, elə bir ki, savab qazanır, elə bir ki, yəni az yedizdirir, savab qazanır. Amma fərqində varmır ki, Allahın yiyib içməyi haram etdiyi bir vaxtda yedizdirir və içizdirir insanları. Fərqinə varmır, bu müsibətdir. Sən başa sala bilmirsən ona. Amma həm də sən onu asanlıqla başa düşmürsən. Heç kim bunu başa düşmək üçün dollar xərcləməyib. Allah Teala verib ona. Bəlkə qəlbində hansısa bir yaxşı əmələ görə. Ona görə bəzi hadisələr, bəzi mənzərələr göstərir ki, sənin qəlbində Allah Teala'nın şüarlarına, Allah Teala'nın ayinlərinə hörmət hələ var. Bəzi insanlara xəbər yoxdur. Hətta vallahi elə olur ki, gedirsən bəzi yerlərə, dilə qardaş, çay yoxsa kofe. Yəni,
deyirsən ki, Ramazan ayıdır. Nə deyir, bilmirdim. Yəni, təsəvvür etsən, o dərəcə nə deməkdir bu? Yəni, bunun xəbəri yoxdur Ramazan ayıdır. Və təbii ki, qiblə əhli müsəlmandır. Namaz qılır. Qiblə əhlidir, Muhammed sallallahu aleyhi ve sellem təsdiqləyir. Lakin görürsən, belə vəziyyətdir. Bu, o deməkdir ki, qardaşlar, biz böyük neymət içindir. Biz böyük neymətlə əta olunmuşuq. Allah təala bizə verib, biz bunu başa düşürük. Ona görə şükür elə ki, Allah da artırsın bu başa düşməyi sənin üçün. Sənə yeni qapılar açsın ibadətdə. Sənə yeni qapılar açsın itaətdə. Sənə yeni qapılar açsın başa düşməkdə. Çünki insan hər bir gün, hər bir saat və hər bir dəqiqə düzgün anlayışa ehtiyacı var, fəhmə. Fəhim dayanan bir şey deyil. O daim artmalıdır. Hidayət daim artmalıdır. Aydındır, iman artmalıdır. Bir yerdə durdu, zərərdir. Hələ danışmırıq, geri getməkdən. Ona görə hər dəfə Allah Teala sənə yeni fəhim açdıqca, yeni anlayış gətirdikcə ona əmələ çevir. Ona görə salihlər deyərdilər ki, Allah sənə hər dəfə elm nəsib etdikcə əmələ çevir. Ona görə əsas məqsəd başa düşmək, fəhm eləmək və dəyərləndirməkdir. Çox insanlar başa düşmür, anlamır və dəyərləndirmir. Və əllərindən elə bir fürsət yox olub gedir ki, əllərindən elə bir fürsət çıxır ki, onlar onun fərqində deyirlər və qısa olaraq onu da demək istəyirəm ki, təravih namazlarına fikir verin. Yəni, deməyin, qeyb evdə qılacam. Çox, o gedib evdə qılmırlar çox. Kimlər ki, deyir, qeyb evdə qılacam, onlar qeyb evdə qılmırlar, qeyb yatırlar. Yiyirlər, yatmaq var. Əlhamdülillah, məsciddə cəmaatın yanında bərəkət var. Cəmaatla qılırsan. Cəmaatla qıl və imamla tamamla. Bəzi naqisliklər olsa da belə, imamla tamamla. Hətta o hədisin savabını götürəsən ki, kim imamla tamamlasa, sanki gecəni ibadət edir. Allah razı olsun, Allah xeyir, bərəkət nəsib eləsin. Allah Teala bizi gözəl süfrələrdə yenə cəm eləsin. Və Allah kim ki iftar verib süfrəsin, bərəkətli eləsin, bol eləsin, davamiyyətli olsun. Və Allahdan istəyirəm ki, Allah Subhanahu taala ölkəmizi və başqa müsəlman ölkəni qorusun. Selamun aleyküm. Aleyküm selam.